Yaxın bir neçə dəqiqə ərzində dövlət xidmətləri sahəsində baş verən yeniliklərdən, statistik göstəricilərdən daha ətraflı məlumatınız olacaq. Əvvəlcə anonslara baxaq, sonra ətraflı davam edərik. Ötən həftənin statistikası nə qədər müraciət cavablandırıldı? Ötən həftə Efiopiyada Asan Xidmət Mərkəzi açıldı. Bu məqsədlə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə səfər elədi. Yaşad düşərgəsinin birinci həftəsi hansı maraqlananlarla yadda qaldı? Ötən həftə Asan Xidmət daha bir beynəlxalq tədbirdə diqqət mərkəzində oldu. Yola saldığımız həftə ərzində Asan Xidmət mərkəzlərinə 222.793 müraciət qeydə alındı. Asan kommunal mərkəzlərinə edilən müraciət sayı 9.419 oldu. Ötən həftə səyyar Asan Xidmət vasitəsilə 3.784 müraciət cavablandırıldı. 108 çağrı mərkəzinə edilən müraciət sayı 19.200 oldu. Yola saldığımız həftə ərzində vətəndaşlara 10.507 viza verildi. Asan ödəniş vasitəsilə 66.035 ödəniş həyata keçirildi. Ötən həftə Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Efiopiya hökumətinin dəvəti ilə bu ölkəyə səfər elədi. Səfər çərçivəsində Asan Xidmət modeli əsasında yaradılmış MESOB Dövlət Xidməti Mərkəzinin rəsmi təqdimatı baş tutdu. Nümayəndə heyətini Efiopiyanın Dövlət Xidməti Komissiyasının rəhbəri və Baş nazir ofisinin dövlət naziri müşahidə elədilər. Eyni zamanda rəsmi təqdimatda Azərbaycanın Efiopiyadakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibov da iştirak elədi. Ziyarət zamanı Azərbaycan nümayəndə heyəti üçün təqdimat keçirildi. Əddis Əbəbə şəhərində yerləşən və 8 mərtəbədən ibarət olan MESOB mərkəzində pilot mərhələdə 20-yə yaxın dövlət qurumu və bir sıra özəl təşkilatlar tərəfindən ümumilikdə 120-dən çox xidmət təqdim olunur. Efiopiya tərəfi dəstəyə görə Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirdi və il sonuna qədər bu kimi mərkəzlərin sayının artırılmasının planlaşdırıldığını qeyd etdilər. Bu gün Azərbaycanın Asan brendi 30 ölkə tərəfindən tədqiq edilir, öyrənilir. Efiopiya isə 5-ci ölkədir ki, artıq tamamilə Asan Xidmət Mərkəzini öz ölkəsində tətbiq etməyə başladı. Bu Efiopiyada ilk mərkəzdir, lakin Efiopiyanın 130 milyona yaxın əhalisi var və Efiopiya hökumətinin qərarına əsasən gələcək illərdə 100-ə yaxın Asan modeli əsasında mərkəzlər qurulacaqdır. Qeyd etmək istərdim ki, COP29 çərçivəsində Efiopiya prezidenti Azərbaycanda səfərdə olarkən həm Asan xidməti ziyarət etdi, həm cənab prezidentlə görüşündə Azərbaycanın Asan modelinin Efiopiyada tətbiqi ilə bağlı dəstək xahiş etmişdir və cənab prezidentin tapşırığına əsasən Asan xidmət qısa müddətdə öz təcrübəsini paylaşdı Efiopiya tərəfi ilə və artıq ilk mərkəz fəaliyyətə başladı. Bayrağımızın Azərbaycanın intellektual brendinə görə dalğalanması həqiqətən qürurvericidir. Yaşad düşərgəsinin birinci həftəsi başa çatdı. Yaşad Fondunun və Asan Könülləri Təşkilatının birgə təşkilatçılığı, Tabiya Qrupun və Lənkəran Springs Wellness Resort Otelin birgə təşkilatçılığı ilə keçirilən 4-cü Yaşad düşərgəsi maraqlı və əyləncəli anlarla yadda qaldı. İlk həftənin sonuncu günlərində idman, otel daxili əyləncə, kino və hovuz saatları uşaqların asudə vaxtlarını daha xoş keçirmələrinə imkan verdi. Uşaqlar Everest zirvəsinə qalxan Azərbaycanlı qadın alpinist Vəfa Musayev ilə görüşdə mövzu ilə bağlı çoxsaylı suallara cavab tapa bildilər. Həmçinin nağılçı, dublyaj aktyoru Kamal Yaşarla keçirilən animasiya saatında Smart'ın hazırladığı kaktusun fədakarlığı işi müzakirə edildi. İnteraktiv oyun saatında yazıcı Amin Orucla birgə komanda işi, sürətli düşünmə və sərbəst qərar vermə bacarıqları üzrə müxtəlif oyunlar oynanıldı. Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə Yaşad Fondunun rəhbəri Elvin Hüseynovun iştirakı ilə uşaqlara hədiyyələr təqdim olundu. Asan Könüllüləri ötən həftə Türk dünyası gənclərini bir araya gətirdilər. Lənkəran şəhərində süni intellektin gələcəyi, inkişafı üçün birlik və gənclərin baxışı mövzusunda Gənclərin Türk Dövlətləri Təşkilatı simulyasiyası baş tutdu. Layihə Asan Könüllüləri Təşkilatı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Türk Dövlətləri Təşkilatı tərəfindən birgə reallaşdırıldı. Əsas məqsəd süni intellekt texnologiyalarının inkişaf perspektivlərini müzakirə eləmək, gənclərin bu sahədə baxışlarını və innovativ ideyalarını ortaya qoymaqdır. Eləcə də Türk dövlətləri arasında gənclər müstəvisində əməkdaşlığı gücləndirmək əsas hədəflərdəndir.
Asan Xidmət beynəlxalq tədbirdə diqqət mərkəzində. Ötən həftə Tayland Krallığının Bangkok şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası tərəfindən Asiya Sakit Okean İnformasiya Supermagistralı Rəhbər Komitəsinin görüşü keçirildi. Əsas məqsəd Asiya Sakit Okean İnformasiya Supermagistralı təşəbbüsünün 2022-2026-cı illər üzrə fəaliyyət planının icrası vəziyyətini nəzərdən keçirmək, 2027-2030-cu illər üzrə dövlət xidmətlərində ağıllı həllərin tətbiqi, regional əməkdaşlıq və 4-cü sənaye inqilabı texnologiyalarından istifadəyə dair cəmiyyətin hazırlığı istiqamətlərində prioritetləri müəyyən etmək oldu. Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi, işçi qrupunun həmsədri Asan Xidmət modelinin intellektual məhsul kimi əhəmiyyəti barədə danışdı və bu modelin Asiya və Sakit Okean hövzəsi ölkələrində dövlət xidmətlərinin təşkili sayəsində bürokratik islahatlar üçün uğurlu həll olaraq tətbiqi imkanlarını müzakirə etdilər. Tədbir çərçivəsində Asan Xidmət modelinin BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə mükafatlandırıldığı və ən yaxşı təcrübə kimi qiymətləndirildiyi, eyni zamanda bir sıra ölkələrdə uğurla tətbiq edildiyi vurğulandı. Belə, missiyamız xidmətlərin təşkilində müasir innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olmaqdır. Bu və ya digər maraqlı faktları, faydalı məlumatları, gündəm xəbərlərini qaçırmamaq üçün Asan TV-nin sosial media səhifələrini mütləq izləyin.